Azərbaycan növbəti dəfə İrana humanitar yardım göstərir. Gördüyünüz bu qida məhsulları maşınlara yüklənərək qonşu ölkəyə yola salınır. Bu, dövlətimizin dostluq siyasətinin əməli davamıdır. Azərbaycan bu addımı ilə bir daha göstərir ki, heç bir halda qonşu ölkələrdə baş verən humanitar fəlakətlərə biganə qalmır, əksinə daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin tapşırığına əsasən İran İslam Respublikasına növbəti humanitar yardım yola salınıb. Yardım hər iki ölkə rəhbərləri arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Azərbaycan Respublikasının prezidentinin tapşırığına əsasən İran İslam Respublikasına növbəti humanitar yardım yola salınır. Hal-hazırda yola salınan humanitar yardım 5 maşından ümumiyyətcə 82 tondan ibarətdir. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərman preparatlarından ibarətdir. Eyni zamanda qarşıdan gələn bayramları nəzərə alınaraq humanitar yardıma xüsusi bayram sovqatları da əlavə edilmişdir. Yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir. Yola salmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçulu göndərilən humanitar yardım üçün Azərbaycana təşəkkür edib. Bu karvan ikinci humanitar yardımdır ki, Azərbaycan Respublikasından İrana göndərilir və mən bu fürsətdən istifadə edib Azərbaycan hökumətinə və Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm ki, belənçi şəraitdə İrana fikir verib və İranda yaşayan bacı qardaşlarına kömək göstərirlər. Bu da bizim müştərək mədəniyyətimizdən irəliləyi gəlir ki, çətin günlərdə bir-birinə fikir verib və kömək göstəririk. Bilirsiniz ki, indi biz Novruz bayramı ərəfəsindəyik və oruçluq bayramı ərəfəsində belənçi şəraitdə bu xoş niyyət və bu çox müsbət addım İran tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir və ümid edirik ki, tezlikcə bu təcavüz ki, İrana başlanıbdır, dayanacaq və bir yerdə bu gələn bayramları qeyd edəcəyik. İrana bugünə qədər Azərbaycan və Rusiyadan başqa müraciət olubmu? Hər hansı bir müraciətin hələ ki olmadığını demişdiniz, amma aradan artıq bir neçə gün keçib. Yenilik varmı o istiqamətdə? Bəli, bəzi ölkələrdən humanitar İrana çatıbdır və eyni zamanda bunu da qeyd etmək istəyirəm ki, bəzi ölkələr də müraciət ediblər ki, Azərbaycan Respublikası ərazisindən istifadə edib, necə ki qeyd etdiniz, Rusiya kimi İrana humanitar yardım göndərsinlər. Hansı ölkələrdir demək bilinir ki? Təbii həm də ilk ölkədir ki, Azərbaycan humanitar yardım İrana göndərən də, bunu da zəhmət olmasın. Bəli, çox xoş haldır ki, biz birinci humanitar yardımı Azərbaycan Respublikasından aldıq və bu da bizim üçün çox dəyərlidir. Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər. Xatırladaq ki, bundan əvvəlki Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.